Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. İbtidai neft sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün hər il qəbul imtahanında düşən yuvarlaqlaşdırma mövzusuna aid qəbul tipli sual izahını təqdim edirəm. Gəlin keçək izaha. 6542 tam 1258 ədədini yüzüklərə qədər yuvarlaqlaşdırdıqda alınan ədədlə %1'lərə qədər yuvarlaqlaşdırdıqda alınan ədədin cəmi neçədir? Gəlin ədədin özünü birinci yazaq. 6542 tam 1258 ədədi verilmişdir. Bizdən əvvəlcə şərtimizin birinci hissəsində yüzüklərə qədər yuvarlaqlaşdırma soruşur. Gəlin əvvəlcə biz qaydanı yadımıza salaq. Əgər yuvarlaqlaşdırılan zaman həmin mərtəbədə duran rəqəmdən sonra gələn rəqəm, yəni sağda gələn rəqəm 0, 1, 2, 3, 4 olarsa, həmin rəqəm olduğu kimi qalır. Ondan sonra olan rəqəmlər, yəni ondan sonra gələn ardıcıl rəqəmlər hamısı sıfıra çevrilir. Yox, əgər ondan sonra, yəni yuvarlaqlaşdırılan mərtəbədən sonra gələn rəqəmlər 5, 6, 7, 8 olarsa, 7, 8, 9 olarsa, o zaman ədəd özü bir vahid artır. Yenə ondan sonraki gələn ardıcıl bütün rəqəmlər sıfıra çevrilir. Gəlin indi isə baxaq. Bizdən yüzlüklərə qədər yuvarlaqlaşdırmanı soruşur. Əgər onluqlara, yüzlüklərə, minliklərə, 10 minliklərə qədər yuvarlaqlaşdırma soruşarsa, biz bu hissəyə baxırıq. Tamlı ədədlərdə. Yox, əgər 10, 10'da birlərə, 100'də birlərə, 1000'də birlərə soruşursa əgər, biz bu hissəyə baxmalıyıq. Yəni sağa baxmalıyıq. Bizdən isə 100'də birlərə qədər yuvarlaqlaşdırmanı soruşur hal-hazırda. Yəni birinci şərtimizdə. Gəlin baxaq. Təklik, onluq, yüzlük. Yüzlük mərtəbəsi budur 5. 5'dən sonra, yəni sağda hansı rəqəm gəlib? 4 gəlib. Deməli, 4 gələrsə rəqəm özü artmır, olduğu kimi qalır. Ondan sonrakılar isə sıfıra çevrilir. Deməli, yüzlüklərə yuvarlaqlaşdırsaq olacaq. Yəni sıfırları əslində əhəmiyyət daşımır. Olacaq ədədin özü 6000. Deməli, 6500. Aha, ikinci şərtdə bizə nə deyir? Deyir, yüzdə birlərə qədər yuvarlaqlaşdırın. Həmin verilən tamlı ədədi yüzdə birlərə qədər gəlin yuvarlaqlaşdıraq. Gəlin baxaq. Deməli, 6542 tam 1258. Deyir, yüzdə birlərə qədər yuvarlaqlaşdır. Dedik ki, 10'da birlər, 100'də birlər, 1000'də birlər soruşarsa, sağ hissəsinə baxırıq. Yəni burada olacaq 10'da birlər, bu da olacaq 100'də birlər. 100'də birlərdə nə dayanır? 5 dayanır. 5'dən sonra nə gəlib? Sağda 8 rəqəmi gəlib. Demək nə olur? Qaydamıza nəzər yetirsək, 5 artacaq, bir vahid olacaq 6. Ondan sonraki sıfıra çevriləcək. Deməli olacaq 6542 tam 26. Sıfırı yazsaqdılar, yazmasaqdılar. Bir əhəmiyyət daşımır. Toplayaq. Yəni ondan bizim cəmini soruşur. Hər iki yuvarlaqlaşdırmada alınan sondakı ədədlər toplamağı bizdən soruşur. 4 5 + 5 10. 0 yazırıq bir yadda. 6 + 6 gəldik 12. Bir yadda da 13. Deməli nə olur? 13042 tam %26 ədəd olur. Cavab olur müəllimlər B variantı. İzahımız bu qədər.